Şey deyirəm, yaxşı. Ara girişiriz. Başlayıram da videoya. Herkese salam, hər vaxtınız xeyirli olsun. Salam. Görürsünüz ki, yeni il ab-havasında necə Yol keçimcəyini bəzənmişəm, düzənmişəm və hər kəs həmişə bizdən soruşur ki, siz proteini hardan alırsınız? Nəyi? Proteini hardan Protein alırsınız? alırıq. Hardan qidalanırsınız? Qidalan bu cür sağlam olmağınızın, gözəlliyinizin mənbəyi nədir? Həmişə məndən soruşurlar. Proteinimizi, yəni tükətdiyimiz yer. Proteini mənə başqa protein nədir axı? Yox, protein də ət. Ətdə protein deyirlər. Öncə bu ildə başı ətdə də protein deyirlər. Protein yox, protein. Protein. Yəni deyir ki, hardan qidalan? Nəsə yürüyür, protein yeyir. Yəni proteinimi mən Şakir qəssabdan alıram, Şakirdən alırıq biz. Yəni biz o qədər biz ailəlicə həmişə bütün sülaləmiz Şakirdən ət alırıq. Şakirdən başqa adamdan almırıq. Hə, anam həmişə deyir ki, mənə bir şey olsa, yəni Şakirdən Başı var sənin mənə bir şey oldu, nə çox ət çəkən, satan. Mənə bir şey olsa Şakirdən alarsınız. Şakir göbüklə artıq verir. Demədə reklamda nə qədər burada yaxşı şeyləsi belə. Şakir bizi çox göndərər. O qədər göndərib Şakir bizə. Ona reklamda 500 manat sənə verəcək. 500 manat verəcək, o Şakir tərəfləməliyəm. İnsan bir Şakir. Bir də yox, ana belə yox. Yəni ki, anam həmişə gözü sulu qadındır. Bir var gözü dolu qadın, anam gözü sulu qadındır. Onu da büyüne eşittim. Deyil, ardındadır. Yəni anam deyir ki, qızım Şakir yenə ət göndərdi. Dedim ki, bəli. Anam bunun üçün çox Pişmiş göndərib çi. Yox, bəs də. Yəni anam o qədər kövrək bir qadındır ki, Kövrək qadındır anam. hə, yəni dedi ki, əti göndərib, dedim anamı çağırdım, dedim ana gəl bərabər. Yəni sənin üçün ət göndərib, yarıya bölərik. Mən yarısı hissəsində də burada deyir, sürprizim var anaya. Hər dəfə anama bir sürpriz edir o Şakir. Görəm sürprizdən gözləyirəm Ana mənə. bəs də elə demədi, Şakirin yenə mənə yaxşı tərəfləmisən, yaxşı. Neyini maxşıya? Bir damca ət göndərib, indi ki oturub Şakir üçün oxuşayım mən burada. Şakir görək biz üçün nə gözəl ət göndərib. Siz də həmişə gedib Şakirdən alıb, çox dadlı, ləzzətli, çox qəşəng əti var Şakirin. Hə? Dodaqı niyə bilirsən? Şakir baxır ayıbdır. Biz bəhmənlə almırıq, həmişə Şakirdən alırıq. Bəhmən nədir axı? Bəhmən o Şakirin yanındakı ət satan da qara kişi. Həmişə gedib Bu qədər yalan danışmadı Bəhmən. Yalan demirəm, düz deyirəm. İndi ataya baxa görə biz Şakir bitsin, necə ət göndərir. Siz də həmişə gedib Şakirdən mən şey eləyim, Aç onu. İndi bunu ağzını açın. Hə, açın, ya baxın görün necə gözəl ət. Baxın görün nə gözəl ət göndərib bizə. Ana bəs də. Şeylə, hə. Şakir, ət yox idi. Bu nə? Yaxşı şeylə. Sən nə danışdırırsan? Necə Şakir reklam edir. Mən bunu cəmaatına göstərirəm. Cəmaat Şakir bizə göndərib. Ətdir bu. Bu Şakir bunu ət bilir. Bəs də. Nədir bu? Ana ən yaxşı görün göndərib də. Ən yaxşı şeydir bu. Bəs də. Şakirə lazımdır, bizə lazımdır belə. Ana elə. Dersin sən də 500 manat mənə ver. Ana Nədir bu qıza? Ana bir dənə saxla. Dədən də gəlsin onu yemərə. Ana yemə, reklam elə. Reklam elədim də, at göndərəydi də bir. Ay Allah. Bir şey eləməsən də. Qızım mən bunu nə reklam edim? Bayramı bunu cəmaət nə biçəsin qoysun olsun. Nə geçir? Börək göndərəydi, ürək göndərəydi, ciyər göndərəydi, bayram bir şeylə. Ana reklamdır da onun bizə də. Aha reklam, bunun nə reklam? Ürək göndərəydi də bu ürək göndərəydi. Bunu şaşkıları göndərib mən üçün. Neyimlə mən bunu? Bunu yiyərəm bunu. Yemə, reklam. Bu hiç yer bunu. Ana reklam elə. Adı eləyirəm də reklam. Hə, buyur. Gələ bu reklam. Şakirin əti. Mənə belə ət lazımdır Şakir. Sən bu reklam et. Bir tərəf eləmə sən çəkəcək. Nədir bu? Yarım kilo ət qoyub onun üstünə göndərəydin də. Ana da belə sən reklam eləyirsən. Lazımdır mənə. Ana yox dedən süfrələrin bəzəyi. Bu Sən belə süfrələn bəzəkdir bu. qoy. Şeyin özünü o süzərin stolsunu ora süfrələn bəzəyi. Ana bəs də, ana dayan. Hə. Süfrələrin bəzəyi nədir ana? Nədir? Süfrələn bəzəyi nədir? Budur. Asətirin də. Bunu qoyacağım süfrəyə, Yeni notebookda. ilginiz, siz də süfrələrinizi gözəl bəzəyin. Yeni ildə bundan qoymuyorsun süfrələrə, başımı dönüm, ayıbdır. Niyə ayıbdır axı? Nədir bu? Da. Mən belə reklam eləmirəm. Ay, ana dayan. Fərəçə də eləmirəm Ana, mən. sən- Onun pulu da mənə lazımdır, reklamı da mənə lazımdır. Yeni ildə süfrələrinizin bəzəyi mənim anamın seçimi. Zırt! Ana, Seçimi. ana- Gəlin, istəmirəm. Aa. Lazımdır, öpə bırçıq Şakirin. Ana biraz elə görsənsin, hə. Nə görsənəcək? Baxın, bax. Hop. Ya bırçılıq, mən üçün ət göndərib reklam elə. Bunu nə mən reklam eləyim? Dayan bir dəqiqə, hə. Ha, deyənə, məsələdən partlayıram, nə?
Sən bir şey dinlə, Ya reklam. nə deyim, sən xəbər var bizi dolayıblar, şaşıq göndəriblər bizə. Dolayıblar bizi, xəbərin var. İndi bayram bunu reklam eləyib şaşqınları. Hə? Pul qazansan da. Ayıb baxımından bunu cəmaət var bu günlər reklam eləyib. Şaşqınları reklam eləyib. Ay Bu sağlam. reklamlıqdır bu da haya. Ay sağlamlıq üçündür da. Bu da o sağlamlıq üçündür. Əziz xanımlar. Mən nə deyim, şaşqın bayram üçün mənə bunu göndəriblər. Ay vay. Utandım mən. Ana dayan da biz ekrana bax, ana sən bax. Ekranın nəyinə baxım? Hə, ekrana bax. Utanmam ekrana baxamaq, qılamatı nə göstərir. Deyək, yeni ildə süfrələrimizin bəzəyi yenə Şakir bizi sevindirdi. Xeyr, yeni süfrələrin bəzəyi, yeni ilin bəzəyi Şakir, bax utan. Bunu göndərdim mən sən. Ana elə demə də. Yox, hələ belə deyərəm. Ana qaldı bir dəqiqə. Mən qalıram, lazımdır bunu mənə yeni ildə. Ay Allah, belə Şakir. reklam olmur axı. Mən gedərəm ora ət almağa, görərəm onu. Onu biabır edərəm, mən gələrəm. Ana bir dənə düz qal. Düzəm də, əyri ya. Hə. Yeni ildə Yeni ildə süfrələrin bəzəyi süfrələrin bəzəyi şampanski. Şaşıq yox. Şapas getsin sən. Hadi bu şampanski olsa bundan min də bir yaxşıdır. Bu nədir? Damarlara çıxıb. Bura bax. Hər birinizə gözəl günlər arzulayırıq. Amin. Amin. Yeni il. Gelib tükan şaşıqdan ya Yeni ildə Almayasınız bundan. yeni ümidlərlə, yeni gözəlliklərlə Görüşərik gedirik. yeni ildə, Mənim Allah anamın seçimi Şakir usta oldu.